Mən hesab edirəm. Hə, mən elə qısa bir tezi şəklində söyləyim ki, Vladimir Putin bu görüşə əməlli başda hazırlaşmışdı. Nədən bunu hiss olunurdu? Azərbaycan prezidenti Cənab İlham Əliyevə söhbəti zamanı xitabən söylədi ki, mən deməli dünən axşam Moskvaya yapılmışam. Moskva ilə telefon danışığı olub. 2 gün, yoxsa 1 gün bundan qabaq mən son məlumatlar aldım. Hətta sabah sizinlə görüşüm var deyə gecə, axşam Moskvaya zəng etdim ki, bu təyyarə qəzasından bağlı daha yeni nələr var. Bəli. Bu artıq çox ciddi davranışı göstərir. Bəyənək. Deməli, bu görüşdən sonra İlman müəllim, hər iki tərəfdən hansı güzəştlər ola bilər? Yox, güzəştlər mən buna deməzdim. Azərbaycan tərəfdən bir güzəşt ifadəsi anlamında yox. Bütövlükdə nələr baş verə bilər? O baş verə bilər ki, bax, artıq bu addımlar atılmağa başlayıb. Bilirsiniz ki, Sputnik'in bu baş direktoru da səhv eləmirəmsə. Bəli. Orada da Məmməd o azad edildi. Satira teatrının. Bəli, Satira teatrının Moskvada bizim o rəhbəri, o da azad edildi. Artıq bu addımlar atılıb. Və yəqin ki, Rusiyanın kütləvi informasiya vasitələrinin mediasına, o Salavyovlara, Simonyanlara tapşırılacaq ki, anti-Azərbaycan təbliğatına son qoyun. Düzdür, Zatulin hələ ki, öz ampulasındadır, yəqin ki, onun da başa sanılacaq ki, özünü yığışdır. Çünki Zatulin, bax, bu məlum düşənbə danışıqları Azərbaycan və Rusiya prezidentlərinin çox belə səmimi söhbəti və razılaşmaları fonunda deyir ki, bunlar hələ illüziyadır, hələ bu sona qədər bu məsələləri... Elman müəllim, Zatulinin ləqəbi Rusiyanın siyasi dairələrində Zatulla Düşənbinskidir. Hə, Düşənbinski. Üst-üstə düşdü deyə. Zatulla Düşənbinski. Hə, yəni ki, bu var, amma istisna deyildir ki, anti-Azərbaycan təbliğatı Rusiya mediasında xeyli yumşalsın və yavaş-yavaş artıq o istiqamətdə gedir. Aradan qalxsın, yəni bunu gözləyirik. Eyni zamanda, bax, bu Sputniklə bağlı müəyyən onların qeyri-qanuni hərəkətlərinə cavab olaraq onların saxlanılmışdı, onlarla bağlı müəyyən hüquqi addımlar atılmışdı. Ola bilsin ki, bu sahədə də müəyyən yumşalım elementlər olsun. Axı, bilirsiniz, biz güzəştə getmə ifadəsi Azərbaycanın münasibətə düz gəlmir. Yəni, biz axı Rusiya münasibətdə həmişə xeyirxah mövqedən olmuşuq. Bir təsəvvür eləyin də, bir özləri də deyil, papaqlarını qarşılarına qoyub düşünsünlər ki, 2022-ci ildə bütün dünya ilə sənin üz-üzə gələ biləcəyin bir reallıqlar fonunda Azərbaycan dövləti deməli sizinlə münasibətlərin yüksək səviyyədə olmasına etiraz etməyib. Bir həftə burada Putin özü Valdayda dedi ki, bütün NATO dövləti bizlə vuruşur. Belə bir vaxtda Azərbaycan tərəfi, mən sizin dediyinizə deyirəm ki... Yəni 50-yə qədər təxmin 50-dən çox dövlət Rusiyanın fatih müharibə vəziyyətindədir. Və Rusiya qarşı Avropa İttifaqının 18-19-cu sanksiyalar rejimi tətbiq edib. Və belə olan vəziyyətdə Azərbaycan dövləti bu bizim üçün şimal qonşusu ilə bizi müəyyən tarix bağlayır. Biz Sovet İttifaqının tərkibində olmuşuq. O çarizm dövrünü hələ mən söyləmirəm. Yəni bizim Rus xalqı ilə problemlərimiz heç bir zaman olmayıb. Və Rusiyanın hakimiyyətində müəyyən dairələrin anti-Azərbaycan siyasəti ona səbəb olmuşdu. Ancaq yenə də bütün ümidlər Rusiya prezidenti Vladimir Putin idi. Çünki o özü kifayət qədər hesab edən xarizmalı siyasətçidir və prosesləri də təhlil edə bilir. Və Azərbaycan prezidentindən onun danışığında da siz fikir verdiniz ki, Azərbaycan prezidenti çox böyük ehtiramla yanaşır, çox böyük hörmətlə yanaşır və bu da təsadüfi deyil. Siz Putinin də nə qədər iddialı şəxs olduğunu bilirsiniz. Və dediyim kimi, bugünkü dünya reallıqlarında onun davranışı, onun deməli, öz mövqelərindən geri çəkilməsi bəllidir. Ancaq bir neçə dəfə təkrarladı ki, üzrxahlığımızı təkrarlayırıq. Eyni zamanda cinayətkarlar cəzalanacaq fikrini səsləndirib, kompensasiya ödəniləcək deyib və hətta bir çox anti-Azərbaycan dairələr var ki, Rusiyada onlar təəccübləniblər ki, Rusiya prezidenti nədən bu qədər Azərbaycan prezidenti ilə bu cür səmimi bir dialoq və səmimi bir davranış. Bütün ümidlər Putinə idi. Kimin ümidləri Putinə idi? Necə? İndi dediniz ki, bütün ümidlər Putinə idi. Yəni Rusiyadan, baxın, bunu generalitetdir, Rusiyada müəyyən nazirlərdir, müəyyən media qrupu rəhbərləridir. Onlar qızışdırırdılar vəziyyəti. Ümidlər dediniz. Ümidlər biz nə mənada deyirəm? Bax, Azərbaycan... Elon müəllim münasibətlərin düzəlməsi baxımından. Azərbaycan-Rusiya münasibətləri ki, bu kritik vəziyyətdə 10 aydır ki, prezidentlər səviyyəsindən görüş yoxdur
Mənim fikrim odur ki, ümidlər Putinə söykənir ki, bu gərginliyi Rusiya tərəfdən götürə biləcək yeganə şəxs Putindir. Putin onun bir sözü ki, daha Azərbaycana qarşı bu qərəzli siyasətə son qoyun, Azərbaycana qarşı bu təbliğat kampanyasına son qoyun, kim günahkardır, kim bu cinayətin baş verməsində iştirak edib deməli hazırlaşsın cəzasını almağa və kompensasiyada biz beynəlxalq hüquqa görə bu halda kompensasiya ödəyirlər də. Bütün bu tapşırıqlar verə biləcək yeganə şəxsiyyət o Putin idi. Bu baxımdan ona ümidlər var idi və düşənbə danışıqlarda çox müsbət tonda yekunlaşdı və yeri gəlmişkən axı Vladimir Putin də fərqində idi ki, qarşısında Azərbaycan dövlətinin prezidenti Cənab İlham Əliyevdir. O prezident ki, dünyanın fövqəladə dövlətinin prezidenti Donald Trump deyir ki, siz güclü və ağıllı lidersiniz. Dünyanın ikinci bir fövqəladə dövlətinin rəhbəri Cənab Xi Jinping söylüyor ki, siz Çin xalqının köhnə dostusunuz. Yəni bunlar, bu ifadələr və həmin... Yəni məncə Putin bunları, yəni siz deyirsiniz, yəni Putin bunları elə-belədən etmədi də, qarşında dayanan liderlə sadəcə hesablaşmaq məcburiyyətində qaldı. Həm bu, həm də bilirsiniz Azərbaycan dövlətinin və dövlət başçısının o siyasi iradəsi, bir də biz axı qalib dövlətik, qalib prezidentidir, qalib ali baş komandandır. Həm də ki, bizim Türkiyə kimi bilirsiniz ki, NATO'da 2-ci, dünyada 8-ci bir gücə malik, hərbi gücə malik dövlət var. Bizim arxamızda Pakistan kimi bir dövlət var ki, o da nüvə dövlətidir. Biz Türk Dövlətləri Təşkilatından danışırıq. Türk Dövlətləri Təşkilatı bugün dünyada bir güc mərkəzi kimi formalaşmaqdadır. Bu məsələlər, bunlar hamısı nəticə etibarilə Azərbaycanın mövqeyini gücləndirən amillərdir. Amma təbii ki, burada Cənab Prezident öz nüfuzu, onun öz bacarığı xüsusi olaraq.